Bir de mən, Aha, buyur. bir E, də Nə mən tür, kitabı almışdım kursanta. hansı Magistr kitabdır? olunuydu. 90 sınaq informatika. Deyim də sizə. Aha, işləyərik onu da. Əsasən biz hansı kitablardan işləyirik? Kainatdan, Koderadan, Dimin abituriyent kitabından işləyirik. Kainatı alsan daha yaxşı olar. Və ya mən PDF də göndərəcəm sizə. PDF-dən oxuya bilsəniz, lap yaxşı. Nə başlayaq? Sınaq olaraq, yəni test olaraq. Aha, test kitabıdır. Atarsan şəklin baxar. Aha. Başlayaq birinci mövzudan. İnformatika və onun əsas anlayışları. Ümumiyyətlə, informatika sözü nə deməkdir? İnformatika iki sözün birləşməsindən yaranır. İnformasiya və avtomatika. İnformatika 1960-cı ildə fransız mütəxəssisləri tərəfindən elmə daxil edilmişdir. İnformasiya özü nə deməkdir? İnformasiya latın sözü olub, xəbər, məlumat mənasını verir. İnformatikada üç əsas anlayışı bir-birindən fərqləndirmək lazımdır. Verilən informasiya və bilik. Verilən nədir? Verilən hər hansı bir texniki veriləndir, yadda saxlamaq üçün nəzərdə tutulub. İnformasiya isə mütləq faydalı məzmun olmalıdır. Loru dildə desək, verilənin mənası olmur, amma informasiyanın mütləq mənası olmalıdır. Bax, iki dənə cümlə deyim. Birində 100, digərində isə tələbə imtahandan 100 bal topladı. Birincisində heç bir mənası yoxdur, sadəcə texniki veriləndir, yadda saxlayın. Mənası olmursa veriləndir. İkincisi cümlədə isə deyirik ki, tələbə imtahandan 100 bal topladı. Artıq bunun mənası var. Mənası varsa nə oldu? İnformasiya oldu. Bəs bilik nədir? Aldığımız informasiyanı biz dərk ediriksə, dərk etdiyimiz informasiya ilə qərar qəbul ediriksə, bu olur nə? Bilik olur. Və verilənin özünün də 4 növü var. Hesabi tipli verilən, məntiqi, mətin və göstərici tipli verilən. Hesabi tipli verilən adından da gördüyü kimi rəqəmlərdən ibarətdir. Mətin tipli verilən isə gördüyümüz bu hərflərdən, simvollardan ibarətdir. Bəs məntiqi tipli verilən nədir? Məntiqi tipli verilən iki qiymət alır, 0 və 1. 0 adlanır false, 1 isə adlanır true. Göstərici tipli verilən nədir? Bunu bir cümləni yadda saxlayaq. Göstərici tipli verilən proqramlaşdırmada yaddaş ünvanları ilə işləmək üçün nəzərdə tutulur. İnformatika elminin üç əsas tərkib hissəsi var. Hardware, software, bir də brainware. Hardware nədir? Aparat təminatı, software proqram təminatı, brainware isə alqoritm təminatıdır. Üçü də ayrı-ayrılıqda geniş bir bölmədir. Üçün də ayrı-ayrılıqda keçəcəyik. Sadəcə giriş hissədə bilməliyik ki, informatika elminin üç əsas tərkib hissəsi var. Hardware, software, brainware. Biz informasiyanı hansı duyğu üzvlərimizlə alırıq? İnformasiyanı 5 duyğu üzvümüz vasitəsilə alırıq. Bunlara aiddir göz, vizual, dilimiz vasitəsilə dad informasiyanı alırıq, burnumuz vasitəsilə qoxu informasiyasını, qulağımız vasitəsilə eşidirik, səs informasiyasını qəbul edirik. Taktil nə deməkdir? Taktil isə hissiyat deməkdir. Yəni dərimiz vasitəsilə maddəyə toxunaraq onun soyuq üstü olduğunu müəyyən edə bilərik. Və 5 duyğu üzümüz vasitəsilə dedik informasiya alırıq. İnformasiyanın 90%-ni gözümüz vasitəsilə alırıq, 9%-ni eşitdiyimiz qulaq vasitəsilə alırıq, 1%-ni isə digər duyğu üzvlərimiz vasitəsilə alırıq. Və belə bir sxem var burada. Bu sxemi əzbər şəkildə bilməliyik. Necə ki, verilənin 4 növü var idi. İnformasiyanın duyğu üzvlərinə görə 5 növü var. Növ olaraq isə informasiyanın 7 növü var. Məntiqi tipli informasiya yenə 0, 1 alır. Ədədi tipli informasiya adından da göründüyü kimi ədəddirsə, rəqəmlərdən ibarətdir. Mətin tipli informasiya isə simvollardan, hərflərdən ibarətdir. Audio tipli informasiya səsdən ibarətdir. Qrafik tipli informasiya isə sxemlərdən ibarətdir. Maşınlar üçün, sürücülər üçün yol hərəkəti sxemləri. Hansı tip informasiyadır? Qrafik tip informasiyadır. Videoda görüntüdən ibarətdir. Bəs multimedia nədir? Multimedia audio ilə videonun qarışığıdır. Yəni səs və görüntünün birlikdə qarışığı nə adlanır? Multimedia adlanır. Baxaq informasiyanın xassələrinə. İnformasiyanın 12 xassəsi var. Hər bir xassəsi haqqında ətraflı kitabda qeyd olunub. Əsas hissələrin izahını verəcəm.
İnformasiyanın obyektivliyi dedikdə nə nəzərdə tutulur? Obyektiv informasiya o informasiyadır ki, heç bir şəxsin fikrindən asılı olmur. Mən deyə bilərəm, bu gün hava soyuqdur, bu mənim şəxsi fikrimdir. Demək, mənim şəxsi fikrimdirsə, bu obyektiv informasiya deyil. Obyektiv odur ki, heç bir şəxsin fikrindən asılı olmur, subyektiv olur. Daha sonra informasiyanın tamlıq xassəsi nədir? Tamlığı da kifayət sözü ilə yadda saxlayaq. Yəni tam informasiya olanda o kifayət qədər olur və bizə qərar qəbul etməyə də imkan verir tam informasiya. Amma yarımçıq informasiya ilə biz qərar qəbul edə bilmərik. Baxaq adekvatlığa. Adekvatlıq nə deməkdir? İnformasiyanın adekvatlığı, bax bunu belə də yadında saxlaya bilərsən. A hərfi ilə 3 dənə var. Adekvatlıq, aydınlıq və aktuallıq. Adekvatlıq dedikdə nə nəzərdə tutulur? Adekvatlıq həqiqətə və real obyektə uyğun olmasıdır informasiyanın. Aydınlıq nədir? Aydınlıq odur ki, informasiya nəzərdə tutulan şəxsə onun başa düşüldüyü formada verilməlidir. Mən sənə not yazılarını versəm, sənin üçün heç nə anlaşıqlı olmaz. Anlaşıqlı informasiya, amma musiqi kollecində oxuyan tələbələrə not yazılarını versəm, onun üçün anlaşıqlı olacaq. Deməli, aydınlıq xassəsi nədir? Şəxsin başa düşdüyü formada ona məlumatların verilməsidir. Aktuallıq dedikdə nə nəzərdə tutulur? Aktuallıq informasiyanın cari zamana uyğun olması nəzərdə tutulur. Dünən üçün olan hava proqnozu artıq bugün üçün köhnəlmiş informasiya sayılır. Aktual deyil. Etibarlığa baxaq. Etibarlı xassəsi dedikdə nə nəzərdə tutulur? Hal-hazırda sosial şəbəkədə, internetdə olan bütün məlumatları etibarlı hesab etmək olmaz. Nə zaman informasiya etibarlı hesab oluna bilər? Əgər sosial mediada paylaşılan məlumatlar xəbər kanallarında da paylaşılarsa, bir-biri ilə üst-üstə düşərsə, eyni olarsa, biz o informasiyanı etibarlı informasiya hesab edə bilərik. Bunlar nə oldu? İnformasiyanın xassələri oldu. Baxaq informasiyanın formalarına. İnformasiyanın iki forması var. Analoq kəsilməz və rəqəmli diskret. Hal-hazırda bizim sənə keçdiyimiz informasiya səncə hansı formadır? Analoq formadır, yoxsa rəqəmsal? Əlbəttə ki, olacaq rəqəmsal forma. Burada informasiya mənbəyi mənəm. Əgər mən dərsi keçirəmsə, informasiya mənbəyi mənəm. Sən dərsi dinləyirsənsə, informasiyanı qəbul edən sənsən. Bəs rabitə kanalı nədir? Rabitə kanalı informasiya mənbəyindən informasiya qəbul edənə məlumatları ötürür. Və kodlaşdırıcı qrupu nə? Bizdə rabitə kanalı olacaq internet. Rəqəmsal formada kompüterlə və ya telefonla olduğu üçün mənim danışığım kodlaşdırılır, sənə çatanda isə dekodlaşdırıcıdan istifadə olunaraq açılır və sən qəbul edirsən. Bu rəqəmsal forma diskretdir və eyni zamanda da kəsiləndir. İnternet getsə bizim danışığımız kəsiləcək. Amma analoq formada necə olur? Analoq formada artıq kodlaşdırıcı qrupu ilə dekodlaşdırıcı qrupu olmur. Əgər sən canlı burada olsaydın, mən sənə canlı dərs etsəydim, burada yenə informasiya mənbəyi mən olacaqdım. İnformasiyanı qəbul edənsən. Bəs rabitə kanalı nə olardı? Mən nə ilə sənə ötürərdim informasiyanı? Nitqin vasitəsilə. Rabitə kanalı olacaqdı müəllimin nitqi və analoqu nə deyirik? Kəsilməz. Yəni internetdən asılı deyil ki, nitq kəsilsin. Analoq kəsilməz olur, rəqəmsal diskret olur, kəsilən olur. Baxaq informasiyanın proseslərinə. İnformasiyanın 4 prosesi var. İnformasiyanın toplanması, saxlanması, emalı və ötürülməsi. Toplanma dedikdə nə nəzərdə tutulur? Biz kitabı açıb məlumatı oxuyuruqsa, nə edirik? Məlumatı toplayırıq. Bəs saxlanma nə deməkdir? Saxlanma o deməkdir ki, qədim dövrlərdə qayaların üzərində yazılırdı informasiya. Daha sonra heyvan dərilərinin üzərində. Günümüzə qədər informasiya gəlib çıxıb kitablar şəklində. Hal-hazırda müasir dövrdə informasiya harada saxlanılır? İnformasiya kompüterdə, flash kartda, internetdə saxlanılır. Ötürülmə dedikdə nə nəzərdə tutulur? Ötürülmə odur ki, bir insandan digər insana, bir kompüterdən digər kompütera informasiya ötürülür. Ötürülmə vasitəsi ola bilər internet və ötürülmə vasitəsi ola bilər kabellər. Bir kompüterdən digər kompütera kabel vasitəsilə ötürülür. Bəs informasiyanın emalı nə deməkdir? İnformasiyanın emalı, əgər mətnin rəngini dəyişdirsən, bax, qara rəngdədir, bunları qırmızı rəngdə etsəm, şrifti çoxaltsam, azaltsam,
Bu nə olacaq? İnformasiyanın emalı. Həmçinin Azərbaycan dilindədir mətn. İngilis dilinə çevirsən bunu, bir formadan digər formaya keçirsə, bu zaman nə olur? İnformasiyanın emalı. İnformasiyanın emalı özü də 4 yerə ayrılır. Yeni informasiyanın yaradılması. Bunu qeyd elə, bu bir çox kitabda yoxdur. İnformasiyanın emalı özü 4 yerə ayrılır. Yeni informasiyanın yaradılması, kodlaşdırma, üçüncüsü çeşidləmə, dördüncüsü də axtarış. Yeni informasiyanın yaradılması nə deməkdir? Məsələ həll ediriksə, məsələdən cavab alırıqsa, yeni informasiyanın yaradılmasıdır və informasiyanın emalı prosesidir. Kodlaşdırma nə deməkdir? İkili say sistemindən onluq say sisteminə keçiriksə, yəni bir formadan digər formaya keçirsə, informasiyanın emalıdır. Çeşidləmə nədir? A-dan Z-yə doğru, Z-dən A-ya doğru. Artma, azalma sırası ilə düzülmə çeşidləmədir. Eyni zamanda nədir? İnformasiyanın emalıdır. Axtarış nədir? İnternetdə axtarış ediriksə, məlumatı, informasiyanı əldə etmək üçün axtarış ediriksə, bu da olacaq informasiyanın emalı. Deməli, Nərmin, informasiyanın neçə prosesi oldu? 4. Bunları əzbər şəkildə öyrənirik və informasiyanın emalı özü də 4 yerə ayrılır. Nəzəri hissəni keçdik. Nəzəri hissədə demək olar ki, öyrənmək tələbənin öz üzərinə düşür. Yenə nəzəri hissədən nə sualın olsa, birlikdə baxıb izah edəcəm sən. Keçirik əsas olan hesablama hissəsinə. Ölçü vahidlərini. Yəni əşyanın ağırlığını, havanın temperaturunu, yolun uzunluğunu ölçdüyümüz kimi informasiyanın da tutumunu ölçürük. Və ən kiçik informasiya ölçü vahidi adlanır. Bit də nədir? Binary digit. Bit ən kiçik ölçü vahididir. 0 və ya 1 ilə 0 və ya 1 olur. Bəs byte nədir? Byte isə əsas ölçü vahididir. Və informasiyanın həcmi artdıqca daha böyük ölçü vahidlərindən istifadə olunmuşdur. Bu ardıcıllığı əzbər şəkildə bilmək lazımdır. Bunu soruşacağım gələndə. Birinci bit gəlir, daha sonra byte, kilobayt, megabayt, gigabayt, terabayt, petabayt, exabayt, zettabayt. Byte ilə bit arasında 8 söhbəti var. 1 byte bərabərdir 8 bitə. Həmçinin 8 də nədir? 2-nin üstündə 3-dür. Byte-dan bitə keçəndə 8-ə vururuq. Yəni, belə də yadında saxlaya bilərsən. Böyük uşaqlar həmişə nə edir? Balacanı vururlar. Böyükdən biz də balacaya keçəndə nə edəcəyik? Vuracağıq. Böyük balacanı vurur, amma balacadan böyüyə keçəndə isə balacanın gücü çatmır böyüyü vurmaya. İndi deməli dedik ki, 1 bayt 8 bitdirsə, 4 bayt neçə bit olar Nərmin? Yeni 32 olardı. ay Deməli. sağ ol. 32 bit olacaq. 8-ə vurdum. Yaxşı 88 Baytdan bir tane de ay sağ ol vururuq. 88 bit neçə bayt olar? Bu zaman nə edirik? Burada da deməli 88 bölündə elə Ay, bil olur 22. 11 bayt. Deməli, baytdan bitə keçəndə, böyükdən balacaya keçəndə vururuq, balacadan böyüyə keçəndə isə böləcək. Və informasiyanın həcmi artdıqca dedik daha böyük ölçü vahidlərindən istifadə olunur. Bir dənə baytla bit arasında 8 söhbəti var. Digərlərində isə hər dəfə aşağıya düşdükcə 2 üstündə 10 dəfə bir-birindən böyük olur. Megabayt kilobaytdan 2 üstündə 10 dəfə böyükdür. Gigabayt da megabaytdan 2 üstündə 10 dəfə böyükdür. Hər dəfə aşağıya düşdükcə 2-nin üstünə 10 dəfə böyüyür. Desək ki, 1 kilobayt neçə baytdır? 1 kilobayt olacaq 2 üstündə 10 bayta. Bəs 1 kilobayt neçə bitdi? Baytdan da bitə keçəndə demişdik ki, 8-ə vururuq. 2 üstündə 10-u da 2 üstündə 3-ə vursaq, 8 2 üstündə 3-dür. Eləcə 2 üstündə 13 bit. Deməli 1 kilobayt 2 üstündə 10 baytdır, 2 üstündə 13 bitdi. 1 megabayt da 2 üstündə 20 bayt olacaq. 2 üstündə 23 bit olacaq. Eyni zamanda yenə 1 gigabaytda 2 üstündə 30 bayt, 2 üstündə 33 bit olur. Əsasən imtahana düşür gigabayt, terabayta qədər, amma yenə digərlərini də bilmək lazımdır. 1 terabayt nə qədər olur? 2 üstündə 40 bayt, 2 üstündə 43 bit. Aşağıya düşdüksə yenə belə 2 üstündə 50 bayt, 2 üstündə 53 bit, 60 bayt, 63 bit. İndi əsasən nəyə fikir vermək lazımdır?
Desəm ki, 1 gigabayt neçə kilobaytdır? Əgər gigabaytdan kilobayta gedirəmsə, burada da yazaq 1 gigabayt neçə kilobaytdır? Gigabaytın özünü saymaram. Gigabaytdan kilobayta qədər olan yolu sayaram. 1, 2. Deməli 2 dənə 2 üstündə 10 var. 1 gigabayt neçə kilobaytdır? 2 üstündə 20 kilobaytdır. Aydındırmı? Müəllim bunu bir də deyərdinizsə. Bax, gigabaytdan kilobayta keçirik. Həmişə nə dedik? Aşağıya düşdükcə böyük olur. Və gigabaytdan kilobayta getmək lazımdırsa, gigabaytın özünü saymıram. Gigabaytdan kilobayta qədər olan yolu sayıram. Megabayt, kilobayt. Deməli 2 dənə yol var. 2 dənə yoldursa üstündə nədir? 2 üstündə 10, 2 üstündə 10. Deməli 1 gigabayt 2 üstündə 20 kilobaytdır. İndi digərinə də baxaq, bir nümunəyə də baxaq. İndi bu zaman hardan hara gedək? Terabaytdan gedək Hı, gigabayta. Terabayt desək ki, neçə gigabaytdır? Terabaytdan gigabayta nə qədər yol var? 2 üstü 20. 2 Yox, yol var. terabayt buradadır, gigabayt buradadır. Terabaytı sayma. Hansından Ha, hara 1. gedir? Aysa bir dənə var. Deməli nə qədər olacaq? 1 terabaytım olacaq. 2 üstündə 10 gigabayta. Daha sonra baxaq. Gəl terabaytdan kilobayta gedək. Desəm ki, 1 terabayt neçə kilobaytdır? Terabayt. Terabayt sayılır. Aysa 1, kilobayta 2, 3, qədər 1, 2, 3. 30. Aysa 2 üstündə 30 kilobayt olacaq. Yaxşı, desəm ki, 1 megabayt neçə kilobaytdır? 1 megabayt neçə kilobayt? 2 üstü 10. Ay, sağ ol. Bir dənə yol var, 2 üstündə 10 kilobayt. İndi bir dənə də baxaq. Əvvəl 1 kilobayt soruşurdum. Neçə megabaytdır? İndi bu dəfə əksinə baxaq. 2 üstündə 5 belə olduğu üçün bu baxaq. 2 üstündə 5 megabayt neçə kilobaytdır? Yenə megabaytdan hara gedirəm? Kilobayta gedirəm. Neyniyərəm? Megabaytdan kilobayta gedəndə 215 olar. Ay, sağ vururam 2 üstündə 15 olur. İndi əksinə desəm. 2 üstündə 15 kilobayt neçə megabaytdır? Dəqiqə kilobaytdan megabayta. Burada Deməli, bax, kilobayt buradadır. Kilobaytdan megabayta gedirəm. Balacadan elə böyüyə bir gedirəm. 5 olar da müəllim. Ay, sağ ol. 2 üstündə 10-a bölərəm. Eləcə 2 üstündə 5, yəni 32 megabayt. Elə bilən birindən digərinə keçmək aydın oldu sənə. Bəli. İndi bir dənə məsələ qaldı, onu da baxaq. Kilobaytdan kilobitə keçmək. Kilobaytdan kilobitə keçmək üçün nə edərik? Yazaram kilobayt. 1 kilobayt neçə? Kilo bitdi. Baxaram ki, kilo ilə kilo eynidir. Nədən nəyə keçmək istəyirəm? Baytdan bitə keçirəm. Baytdan bitə keçəndə nə edirdik? 8-ə vurmurduq. 1 bayt 8 bit idi. Eyni zamanda da 1 kilobaytımız 8 kilobitdir. Eyni qaydada yazsaq 1 gigabaytımız neçə gigabitdir? Yenə 1 gigalar eynidir. 1 gigabaytımız 8 gigabitdir. Aydındır, Əlmi? Mən başa düşmədim onu. Bax, nə deyirik? Kilobaytdan kilobitə keçmək lazımdır. Yəni 1 kilobaytın neçə kilobitdir? Baxıram ki, kilolar eynidir. Kilo, kilo. Kilobaytdan kilobitə keçirəm. Fərqli olan nədir? Baytla bitdir. 1 baytım neçə bitdir? 1 baytım 8 bit. Aha, burada da eyni qaydada baytdan bitə keçirik. Deməli 1 kilobaytımız 8 kilobitdir. Yenə də 1 gigabaytımız 8 gigabitdir. Yaxşı, bəs 1 megabaytımız neçə megabit olar? 1 megabaytımız Megalar eee eynidir. 10'du. Megabayt 2 üstü 10'du. Bax, sən ona baxma. Nəyə keçirik? Megadan megabitə keçirik. Megalar eynidir. Baytdan bitə keçirik. Neyniyərik? Hmm, 1 bayt neçə bitdir? Bayt 8 bitti. Aysa, deməli 1 megabayt olacaq 8 megabit. Bu qaydadır. Qayda kimi yadında saxla. Yenə də 1 gigabayt neçə gigabitdir? Gigalar baxırsan ki, eynidir. 1 gigabayt 8 gigabitdir. Ha. Aha, bu aydındırsa gəl bunların üzərində biraz hesablamalara baxaq. Evet.
Daha sonra ardın çeçək. Hadi bakalım. 28-ci suala bax. Bəli, baxıram. Demək cavabı nə ilə istəyir? Kilobaytına. Neyini yarayı burada? Megabaytı nəyə çevirərik? Megabaytı kilobayta. Aha, kilobayta çevirmək üçün neyini yara? Burada müəllim 16 olar. 16. Yox. Bax, 2 megabayt 952 kilobayt. Üzərinə 2048 baytı gəlmək lazımdır. Cavabı kilobaytla istəyir. Neyniyərik? Kilobayta çevirərik. Megabaytı kilobayta çevirəndə neyniyirdik? Bax, ardıcılığı yazaq. Bit, bayt, kilobayt, megabayt. Megadan kiloya gəlmək istəyirəmsə neyniyirdim? Vururduq. 2 üstünü ona vururdum. 2 üstünde onda 1024'tü, düzdür? İçini vuraram 1024'e. Üzerine gələrəm 952. Bax 952 buna yapışıb. 952 kilobayt. İçini 1024'e vuranda elədi 2048. Üzerine də gələk 952-ni. 0,1 yadda, 0,1 yadda, 0,1 yadda. Bu da elədi 3000. 3000 kilobayt etdi. 3000 kilobaytın üzərinə də 2048 baytı gəlməliyəm. Biri kilobaytdır, biri baytdır. Toplaya bilmərəm. Cavabı da kilobaytla istəyir. 2048 baytı neyniyərəm? Kilobayta çevirərəm. İndi baytdan da kilobayta gələndə neyniyərik? Kilobayta, bir dəqiqə. Baytdan kilobayta gələndə bölürdük. Aha, nəyə bölürdük? 8-ə. Baytla, bitlə bayt arasında 8 söhbəti var. Baytla kilobayt Hə, arasında hə, nədir? evet, siz ona. Ah, 1024'e bölərəm. 2048-də 1024'e bölsəm 2 alacam. 3000'in üstünə də 2 gələndə cavab eləyəcək 3002 kilobayt. Aydındır. Aha, bəli. 29-cu suala bax. Bunu tapmaq üçün nə edərsən? Yenə burada ardıcıllığı yazarsın. Bit, bayt, kilobayt, megabayt, gigabayt, terabayt. Nə istəyir? Terabaytdan nəyə deyəcək? Kilobayta. Neyi edərik? Terabaytın özünü saymayacağım. 1, 2, 3. Deməli, 2 üstü 30. Ha. Vuraram yoxsa bölərəm? Bölərik müəllim. Terabayt böldü 2 üstü kilobayt. Nə demişdim? Aşağıya düşdükcə aşağıdakı ən böyük olur. Terabayt, bəli. gigabayt. Aşağıdakı ən böyük olur. Terabayt gigabaytdan böyükdür. Gigabayt da megabaytdan. Megabayt da kilobaytdan böyükdür. Kilobayt da baytdan böyükdür. Bayt da bitdən böyükdür. Ən üstdəki ən balaca olur. Deməli, terabaytdan kilobayta gedirəmsə, böyük balacanı neyniyəcək? Vuracaq. 2 üstündə 30'a vuracam. 60 Hə, 2 üstündə 6'dır. Bu da 2 eləyəcək 2 üstündə 36. bildim. Aha, indi 30-cu sualı müəllimə edinə. Deməli, gigabaytdır bu. Gigabaytdan bitə keçəndə vurmalıyam. Bitə qədər olanda elə bil burada 1, 2, 3, 4. Amma bu nədir? 3'dür. Bunlar 2 üstündə 10'dur. Bəli. Aha, deməli neçəyə vururam? 1 baytdan 8 bitdisə 1 dəqiqə mənim 1, 2, 3. Bax, gigabaytdan nəyə gedirəm? Bitə gedirəm. Gigabaytdan bitə gedəndə olur Bax, 3 dəfə yol var. 1 gigabaytımız 2 üstündə 30 baytdır. Bax, 1, 2, 3. 30 baytdır, amma bitdi deyir axı. Bitə də keçirtmək üçün 2 üstündə 33 bit eləyəcək. Bəli. Aydındır. İndi burada da Bəli. yazarıq.
Bax, bayta keçirsəydik 203 dənə var, 2 üstünə 30-a vururuq. Bitə dil keçir axı. Bir dənədir, 2 üstündə 3-dür. Deməli, bir Hə, dənə baytımız olacaq. 2 üstünə 33 bit. İndi 20-ni nə edəcəm? 20-ni 2 üstündə 33-ə vuraram. Bu 20-ni də 2 qüvvətləri şəklində yazsaq. 25 vur 4 deyil. 5-i də ya 5 vurulsun. 4-ü də yazaram 2 4, üstündə 2. 35. Ay sağ ol. 5 vurulsun. 2 üstündə 35 eləyəcək. Aydındır, Nərmi? Bəli, mənim aydındır. İndi bir dəfə də özüm işləsəm tamamlayacağam. Aha, indi bunu hesablamağı ev tapşırığı kimi verəcəm sənə. İncə dərsin ardın keçək. Və biz mətn tipli informasiyanı kodlaşdırmaq üçün iki kodlaşdırma sistemindən istifadə edirik. Qeyd edək burada. Mətn tipli informasiyanın həcminin tapılması. Mətn tipli informasiyanın həcminə keçilməzdən əvvəl mətn tipli informasiya haqqında danışaq. Mətn tipli informasiya dedikdə nə nəzərdə tutulur? Həmçinin biz mətnə simvol tipli informasiya da deyə bilərik. Çünki hərflərdən ibarətdir. Və mətn tipli informasiyanı kodlaşdırmaq üçün iki kodlaşdırma sistemindən istifadə edirik. ASCII və Unicode. ASCII-də bir simvol 1 bayt yer tutur. 1 baytımız da neçə bitdir? 1 baytımız 8 bitdir. Unicode-da isə bir simvol 2 bayt yer tutur. 2 baytda neçə bitdi? 16 bitdi. Ümumiyyətlə ASCII-də var 256 dənə simvol. 256 da 2-nin üstündə 8-dir. Ona görə deyirik ki, bir dənə simvol yaddaşda 8 bit yer tutur. Unicode-da isə bir simvol dedik 2 bayt yer tutur. Unicode-da var 65.536 simvol. 65.536 simvolda 2-nin üstündə 16 bit yer tutur. Yəni 65.536 2-nin üstündə 16-dır. Ona görə deyirik ki, burada da bir simvol yaddaşda 16 bit yer tutur. Bax, mən informatika sözünü yazsam, desəm ki, informatika sözü ASCII-də nə qədər yer tutur? 9, 10, 11. Sağ. 11 simvol var. 11 11 simvoldusa, simvolda deməli 11 bayt eləyəcək. sağ ol. ASCII-də bir simvol 1 baytıdır. Bəs Unicode-da nə qədər yer tutar? Deməli 22. Sağ 22 bayt. Və bizim en bərabərdir 2 üstündə i düsturundan istifadə edirik. I burada nədir? I bir simvolun yaddaşda tutduğu yerdir. Yaddaşda tutduğu yer. Və i həmişə nə ilə ifadə olunur? I həmişə bitlə ifadə olunur. N-ə nə deyirik? N maksimum saydır. Maksimum say. Həmçində deyirik əlifbanın gücü. Əlifbanın gücü deyirik. Və mən desəm ki, n 64 olsa, i neçə olar? İyi də 6 idi da deyirsən 200-dür. i 6 olacaq. Və desəm ki, 64 simvollu əlifbada informatika sözü yaddaşda nə qədər yer tutur? Bu zaman ne Deməli edəcəyik? 11-i nəyə vurarım? 60 Ise 11'i 6'ya vuraram. Çünkü bir tane simvolum 6 bit yer tutur. 11'i 6'ya vuraram. Deyirəm 66 bit yaddaşda yer tutur. Aydındır, Nərmin? hə, bəli, mənim aydın. Və biz dedik ki, ASCII-də 256 dənə simvol var. Bu 256 simvol özü 3 qrupa ayrılır. Birinci qrupa 0-dan 31-ə qədər kodlar, ikinci qrupa 32-dən, bax 31-də bitirsə artıq 32-dən başlayır. 32-dən 127-yə qədər, üçüncü qrupa isə 127-də bitirsə 128-dən başlayır. 128-dən 255-ə qədər kodlar. Nəyə görə 256 dənə simvol olur? Sonuncusu 255-dir. Çünki 0-dan başladığı üçün. 0-dan 31-ə qədər olan kodlar kompüter printer qurğularının istehsalına verilmişdir. 32-dən 127-yə qədər olan kodlar isə bütün dünya ölkələrinin kompüterdə istifadə etdiyi kodlardır. Bu kodlara hansı kodlar daxildir? Latın əlifbasının böyük və kiçik hərfləri, durğu işarələri, ərəb rəqəmləri aiddir. 128-dən 255-ə qədər olan kodlar isə bütün dünya ölkələrinin
öz milli əlifbası üçün istifadə etdiyi kodlardır. ASCII ilə Unikodu bildi və gəlin indi baxaq, mətn tipli informasiyanın həcmini tapmaq üçün hansı düsturdan istifadə olunur? V bərabərdir, səhifə vurulsun sətir, vurulsun simvol, vurulsun i düsturundan istifadə olunur. V burada nədir? V burada həcmdir. İnin yerinə əgər ASCII olsa, inin yerinə 1 bayt qoyacaq. Unicode olsa, inin yerinə 2 bayt qoyarıq. Əgər heç nə olmasa, nə ASCII, nə Unicode, heç nə olmazsa, yenə 1 baytla hesablayacaq. Yəni, bu olacaq 1 baytla. 32 simvollu əlifba olsa, 32 simvollu əlifbada 5 bitə vurarıq. 1024 simvollu əlifba desə, 10 bitə vurarıq. Yəni, bu düsturu bildiyimizə görə, məsələnin şərtində həcmi istəyə bilər bizdən. Səhifənin sətri, simvolu, ini veribsə taparıq. Və ya səhifəni istəyər, həcmi verər. Bu zaman səhifə nəyə bərabər olar? V həcmi bölərik, sətir vurulsun, simvol vurulsun i-yə. İncə buna aid nümunələrə baxaq. Daxil olaq kainata. Ha, 93-cü sualı oxu Nərmin. Əgər elektron sənədin hər səhifəsində 16 sətr varsa və hər sətirdə 128 simvol yerləşirsə, onda 40 kilobayt həcmli sənədin neçə səhifəsi olur? Səhifəni istəyir. V nəyə bərabər idi? Səhifə vurulsun, sətir, vurulsun, simvol, vurulsun i-yə. V-ni nə qədər verib? Həcmi verib 40. 40 kilobayt 40 bərabər bərabər. gedir. Səhifəni istəyir, Ə, sətir x qoyarıq. Sətir nə Sətrimiz var qədərdir? Bilmiyorum. 16, simvol 128. Aha. İ-ni yerinə nə qoyarıq? Heç nə yoxdur. Ə, Heç nə yoxdursa 1 İynə bayt qoyarıq. Unicode olsaydı nə qədər qoyardıq? Unicode olsaydı o bərabər idi desən 2 bayt. Unicode olsaydı i-nin yerinə bunu vurardıq 2 bayta. ASCII-dirsə 1 bayta vurarıq. Heç nə yoxdursa yenə 1 bayta vurarıq. İndi x buradan tənasüblə nəyə bərabər olur? X bərabər olur 40 kilobayt bölünsün 128 vurulsun 16 vurulsun 1 bayta. Biri kilobaytdır, biri baytdır. İxtisar apara bilmərik. Nə etmək lazımdır? Kilobaytı da bayta çevirmək kilobaytı lazımdır. bayta gətirmək. Ha, necə çevirərik? Deməli kilobaytdan bayta gəlirsə, deməli bu olur 13. 213. Ha, bax, bitə çevirsəydik 213-ə vurardıq. Bitə çevirmirdik. Bax, bayta çeviririk. Baytın aldı axı. 1 bayt. Baytdır. Aha. Üstü 10. Aysə 2 üstündə ona vurarıq. 40-ı əgər bitə çevirsəydik, onda sənin dediyin kimi 2 üstü 13-ə vurardıq. Bayta çevirirsə 2 üstündə ona vururuq. 128 2-nin üstündə 7-dir. 16 da 2-nin üstündə 4-dür. Elədi 2-nin üstündə 11 bayt. 2-nin üstündə 10 ilə 2-nin üstündə 11 gedər, aşağıda 2 qalar. Aşağıda qalır 2. Aysə 40-ı da 20. 2-yə böləndə 20. Deməli neçə səhifəsi olar? 20 səhifəsi olar. Aydındır, Nərmi? Bəli, bəli. Dərsin izahında 1-2 məqam qaldı, onlar da desin müəllimə. Bizə verər n bitlə kodlaşdırılan maksimum say. Maksimum say olur 2-nin üstündə n. Ən böyük ədəd. Ən böyük ədəd olacaq 2-nin üstündə n minus 1. Ən kiçik ədəd isə 2-nin üstündə n minus 1 olur. Və desə ki, 5 bitlə n nəyi bildirir? 5 bitlə kodlaşdırılan maksimum say olur 2-nin üstündə 5. Bu da nəyə bərabərdir? 32-yə. 5 bitlə kodlaşdırılan ən böyük ədəd 2-nin üstünə 5 çıxılsın 1, 31. 5 bitlə kodlaşdırılan ən böyük ədəd 31-dir. 5 bitlə kodlaşdırılan ən kiçik ədəd də olur 2-nin üzərində 5 minus 1, 2-nin üstünə 4 bərabər olur 16-ya. Aydındır, bu qaydadır. Qaydanı əzbər şəkildə öyrənmək lazımdır.
Və tələbələrin ən çox çaşdığı, səhv etdiyi misal tiplərinə baxaq. Bunu bilmək üçün biz iki düsturu bilməliyik. Bir n bərabərdir 2-nin üstündə i. Bir də v bərabərdir simvol vurulsun i düsturu. Burada i nəyi bildirir? I dedik ki, bir simvolun yaddaşda tutduğu yerdir. Bizə simvol sözü verir, məsələ simvolundan başlayır və cavabda da istəyir ki, neçə simvolludur. Bu məsələləri həll etmək üçün bax bu iki düsturu bilsək, həm məsələni həll edə biləcəyik. Ne zaman hansı düsturla başlayırıq? Əgər simvollu sözü ilə başlayarsa, birinci en bərabərdir 2-nin üstündə i düsturundan istifadə edib, burada i-ni tapıb, daha sonra gətirib ikinci düsturda yerinə qoyub həcmi tapmaq olar. Simvollu sözü ilə olsa, birinci bu düsturdan istifadə edirik, ikinci bu düsturdan. İncə bu həllərə baxaq. Buna aid həllərinə baxaq. Deməli, baxaq. Aha, bax, 107-ci sual. Oxu 107-ci sualı Nərmin. 64 simvollu əlifba ilə yazılmış mətn yaddaşda 72 bayt yer tutur. Mətn neçə simvoldan ibarətdir? Bax, simvolu sözündən Düsturumuz başlayır. Yenə, aha, n bərabərdir 2 i. aha. Buradan i-ni Simvol neçə taparıq? deyirsə, i-ni taparıq 2 üstü 6-dır. 6. En həmişə, i özdə həmişə bit olur. 2-nin üstündə 6, 64. İni tapdıq, 6 bitdi. İkinci düsturumuz necə idi, Nərmin? N bərabərdir. Simvol Hmm, vurulsun i-yə. Burada v həcmdir. Həcmi nə qədər verib? Həcm 72 baytdır. 72 bayt 70. bərabərdir. Simvol istəyir, yazaq simvol. Vurulsun, i də bilirik 6 bitdi. Buradan simvol nəyə bərabər olur? 64 vermişdim mən. Yox, bax, məsələnin şərtində bizdən simvol istəyir. İni tapdıq 64 simvolu əlifbada. İni tapdıq ki, bir simvolun yaddaşda tutduğu yer 6 bitdir. Daha sonra ikinci şərtdə deyir ki, v bərabərdə simvol vurulsun, i düsturundan istifadə edirik. Həcmi verib 72 baytdır. İni də tapdıq ki, 6 bitdi. İndi bu düstura əsasən simvolu tapacağıq. Simvol nəyə bərabər olur? 72 düsturda yerinə qoyduq. 72 bayt bölünsün 6 bitə. Biri baytdır, biri bitdi. Nə edərik? Eyni əmsala gətirərik. Baytdan bitə çevirmək üçün nə edərik? Deməli bu olur 2 üstü 13. Yox, baytdan bitə keçirik. Baytdan bitə keçəndə nə edirik? 8-ə vururuq. 72-ni 8-ə vurub Bəli. 6-ya bölərik. 6 ilə getsə 12, 12-ni də 8-ə 96. Aydındır Sevin, Nərmin. Bəli, bəli, aydındır. Deməli, müəllimə evə tapşırıq olaraq nə verir? Kainatdan 110-a qədər işləməyi verirəm sənə evə. Sabah da qoşula bilərsən, sabah da bunun ardını keçəcəm. Aha, bəli olar. Oldu Nərmin, çox sağ ol. Məni testlər atmısınız da? Testləri bəli. Aha, tamam, mənim oldu. Oldu, sağ ol.